Imagine that you have medication in your pocket that your light depends on. Ən yaxşı təqdimat müsabiqəsinin qalibləri arasında yer aldım. Dünya reytinqində 11-ci sırada olan University of Hong Kongdan kimya ixtisası üzrə qəbul almışam. Bu il əlavə çalışaraq 11-ci sinifdə gümüş medalla təltif olundum. İndi 11-ci sinifdə oxuyuram. Davidson College-a tam təqaüdlə qəbul olmuşam. Gümüş medallar səslənəndə öz adımızı eşidəndə çox sevindik və səhnəyə yaxınlaşdıq, medallarımızı götürdük. Mənim əsas məqsədim ümumi cərrah olmaqdır. Şagirdlərimiz böyük uğurlara imza atırlar. Mən Azayda Göyçək, Sumqayıt Şəhər Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyinin 10-cu sinif şagirdi. Mən AMO və SASMA beynəlxalq riyaziyyat olimpiadalarında bürünc medal, Tinigal İngilis dili olimpiadasında gümüş medal qazanmışam və bu il 2026-cı ildə isə 15-ci Sabahın alimləri müsabiqəsində tibb və sağlamlıq nominasiyası üzrə qızıl medala layiq görülmüşəm. Uşaqlıqdan bəri tibbə olan marağım məni bu medalı qazanmağa sövq etdi. Sonradan qızıl medallar arasında olan seçimdə seçilərək ICF 2026 Phoenix, Arizona, ABŞ-da keçiriləcək ICF 2026 yarışına namizəd olmuşam və sabah isə Amerikaya yollanıram artıq. İnşallah orada da qalib olub vətənimə qayıdacağam. Sabahın alimləri biz bilirik ki 2026-cı il 3-4-5 mart tarixlərində oldu və öz layihəmi fikirləşdim. Komanda yoldaşım Şəmslə bərabər bu layihəni rəsmiləşdirdik özümüz üçün, düzünə qalsam və 3 mart Sabahın alimlərində ilk günümüz başladı. Orada çox yaxşı dostluqlar edindim. Yəni həqiqətən o 3 gün ora mənə çox doğma oldu və oradakı şagirdlərin hamısı çox savadlı, intellektual şagirdlər olduğu üçün də bu söhbətlərimiz həm elmi cəhətdən maraqlı olurdu, həm də həm yaşlı olduğumuz üçün hər cəhətdən bizə maraqlı olduğundan orada sıxılmırdıq. Aksiyonla keçəndə həqiqətən də ora çox həyəcanlı bir hissə idi. Çünki insan bilmir də yer tutacağamı, tutmayacağamı, yer tutacağamsa neçənci yer tutacağam. Sonra birinci bilirik ki, bürünc, gümüş, qızıl bu sırayla gedir. Bürüncün hər partiyasında gözləyir ki, adımız çıxsın, adımız çıxmırdı. Sonra gümüşün adı çıxdı, gümüşdə də adımız çıxmadı. Birinci, ikinci partiya artıq komanda yoldaşım yanımda pis oldu. Mən də day düşünürdüm ki, gələnə görəsən hansı layihə ilə gələ bilərəm də. Qızıl heç ağlıma gəlmirdi, yəni tutacağam. Qızılın ikinci partiyasında oradakı xanım dedi ki, qızıllar hazırsınız. Biz ikimiz yenə dedik ki, hazırıq, bəli. Axırdan ikinci mi yoxsa üçüncü mü bizim adımızı dedilər. Mənim videolarımı paylaşmışdılar. Sosial şəbəkələrdən görürəm mən oradakı halımı. Necə qalxmışam ayağa, şəmsi qaldırmışam, qucaqlamışam, qaça-qaça getmişik orada kürsüyə. Ümid edirəm ki, hamıya bu xoşbəxtliklə, yəni qismət olar. Çünki oradakı xoşbəxtlik ayrı bir şeydir. ICF üçün bizdən video istəndi. Videolarımızı göndərdik, 15 dəqiqə ingiliscə danışırdıq videolarda. Hələ də xəbər çıxmamışdı. Mən də anama yazdım ki, anada mən seçilmədim də. Mənə zəng gəldi, tanınmayan nömrədən. Bildim ki, oradır, elə ICF-dən zəng eləyirlər. Açdım, dedi ki, salam Göyçək, dedi, səni təbrik edirəm, ICF-ə seçilmisən. Çox təşəkkür edirəm həm valideynlərimə, həm məktəbimə, həm yoldaşlarıma ki, həmişə mənə dəstək oldular, dayaq oldular. Amerikada ICF 2026 yarışına gedirəm və dünyanın müxtəlif ölkələrindən 50-dən çox, 60-dan çox ölkəsindən ən yaxşı şagirdlər seçilir. Imagine that you have a medication in your pocket that your life depends on. But this medication denaturate between 2 and 8 above 0. Yes, we're talking about insulin injections. Insulin is a sensitive hormone and it is protein-based hormone. As it is protein, it can be so sensitive to temperature changes. And insulin's optimal temperature is between 2 and 8 above 0, as I said before. To prevent this denaturation and to keep insulin injections safe, we made a smart thermos. Mən Çıraqovşanın Sumqayıt Şəhər Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyinin 11-5 sinif şagirdiyəm. 2025-2026-cı ildə keçirilmiş Sabahın alimləri layihə müsabiqəsində bioloji nominasiyası üzrə gümüş medal layiq görülmüşəm. Bundan əlavə 9-cu ildə keçirilmiş Tinigal beynəlxalq ingilis dili olimpiadasında həmçinin bürünc medal layiq görülmüşdüm. Hal-hazırda 11-ci sinifəm və buraxılış imtahanında yüksək nəticə əldə etmişəm, 284 bal toplamışam. Gələcəkdə məqsədim elmçinin bioloji fənninə olan marağıma görə Tibb Universitetinə daxil olmaqdır və həkim kimi işləməkdir. Mənim uşaqlıqdan bioloji fənninə olan böyük marağım Sabahın alimləri layihəsini gördükdən sonra ona bioloji nominasiyası üzrə hazırlaşmaq oldu. Uşaqlıqdan bioloji fənninə olan marağıma görə müxtəlif elmi araşdırmalar aparırdım və komanda yoldaşım Elgün Məmmədovla birlikdə Sabahın alimlərində süni intellekt vasitəsilə hazırlanmış hüceyrə sayımı və hüceyrə canlılığını hazırlayan proqram hazırlamışdıq və bu proqramla yarışa qatıldıq. İlk olaraq birinci turdan
uğurla keçdik və final turuna yüksəldik. Hər birimiz çox həyəcanlıydıq və ətrafımızda da yüksək intellektual səviyyəsi olan şagirdlər var idi. Yarış gününün 3-cü günün sonunda qaliblərin adları elan olunacaqdı və hər birimiz çox həyəcanlıydıq. Gümüş medallar səslənəndə öz adımızı eşidəndə çox sevindik və səhnəyə yaxınlaşdıq, medallarımızı götürdük. Bizim layihəmiz Vision adlanırdı və süni intellekt vasitəsilə hüceyrə sayımını göstərirdi və hüceyrələrin canlılıq və ölülük faizini ayırd edirdi. Biz bunun üçün Python proqramından istifadə etmişdik və ilk olaraq hüceyrənin mikroskopik görüntülərini kompüterə yükləyirdik. Kompüter özü onu normal hal-hazırda dünyada mövcud olan digər süni intellektlərdən 300 dəfə sürətlə hazırlayırdı və nəticələri bizə göstərirdi. Bu nailiyyətində mənə dəstək olan, üzərimdə əmək istəyən bütün müəllimlərimə, məktəb kollektivimə, həmçinin valideynlərimə öz təşəkkürümü bildirirəm. Mən Ayşinur Əliyeva, Sumqayıt Şəhər Texniki və Təbiət Elmləri Liseyinin 11-ci sinif şagirdiyəm. 9-cu siniflərin buraxılış imtahanında maksimal nəticə olan 300 bal toplamağımla başladı. Daha sonra isə kimya fənninə uşaqlıqdan parfümlərə olan sevgimdən və onların tərkibini öyrənməyimdən bir kimyaya qarşı maraq yarandı və 10-cu sinifdə oxuyarkən Sabahın alimləri müsabiqəsinə kimya fənni üzrə müraciət elədim və buradan gümüş medal əldə etdim. Eyni zamanda həmin tədris ili müddətində Bilbacar müsabiqəsindən də qızıl medal əldə etdim. Bu il isə Respublika fənn olimpiyadalarında kimya istiqaməti üzrə iştirak edərək finala qədər gəldim və burada bürünc medal əldə etdim. İxtisasımı da gələcəkdə bu yöndə davam etdirməyi düşünürəm. Eyni zamanda dünya reytinqində 11-ci sırada olan University of Hong Kongdan kimya ixtisası üzrə qəbul almışam. Bu məktəbin mənə ən böyük qatqılarından biri məktəbdə təhsilin çox yüksək səviyyədə olması və bizə yaradılan şəraitin olmasıdır. Uğur qazanmaq çox da asan deyil, amma sistemli şəkildə çalışaraq təbii ki, hər şeyi qazanmaq mümkündür. Uğur qazanmağımın səbəbi balansı qorumağım oldu. Hər birinə gün ərzində özümə cədvəl quraraq, hansına nə qədər vaxt ayıracağımı müəyyənləşdirərək sistemli şəkildə dərslərimi də oxudum, fəaliyyətlərdən də geri qalmadım. Mən Hacızadə Adil, Texniki və Təbiət Elmləri Liseyinin 9-1 sinif şagirdiyəm. Mən ən yaxşı təqdimat müsabiqəsinin qalibləri arasında yer aldım. Bu müsabiqə əlbəttə mənə iştirak etdiyim ən yaxşı müsabiqə kimi yadımda qaldı. Çünki ulu öndərimizin irsi haqqında öyrənmək, ümumilli liderimizi anlamaq, dahi liderimiz haqqında bu məlumatlara yiyələnmək, onu layiqincə təqdim etmək mənim üçün əvəzolunmaz hisslər bəxş elədi deyə bilərəm. Elm və Təhsil Nazirliyimizin mütəmadi olaraq hər il təşkil etdiyi və ən çox diqqət mərkəzində saxladığı müsabiqələrdən biri olduğunu bilirdim və hansı ki, bu müsabiqəyə çox böyük marağım var idi. Hazırlaşdım və çox böyük hisslərlə qatıldığım bu müsabiqədə layiqincə iştirak edərək qaliblər arasında yer aldım. Həm buraxılış imtahanına hazırlaşmağım, həm məktəb dərslərini, həm də ən yaxşı təqdimat müsabiqəsinə hazırlaşmağı bir yerdə idarə etməyi bacardım. Bunun sadəcə günümü planlaşdırmağımla əlaqədar olduğunu düşünürəm. Ən yaxşı təqdimat müsabiqəsində əsas prioritetlərdən biri təmiz, səlis nitqə malik olmağımızdır. Bu nitqi də mən mütəmmadi kitab oxumağımla, müxtəlif sahələrə maraq göstərməyimlə inkişaf etdirdiyimi deyə bilərəm. Artıq qalib olacağım öz güvənində idim. Mesajı da oxuyanda çox əvəzolunmaz hisslər keçirdim. Çünki bu mənim üçün həqiqətən də unudulmaz idi. Həyatdakı ən böyük hədəfim isə hüquqşünaslıq ixtisası üzrə təhsil alaraq vətənimə layiqli xidmət göstərməkdir. Mənim adım Zeynəb Məhəmmədlidir. Texniki Təbiət Elmləri Liseyinin 11C sinifində oxuyuram. Fizikadan 7-ci sinifdə oxuyanda fənn müsabiqələrindən qızıl medal qazanmışdım. 8-ci sinifdə RUFO-dan gümüş, sonra 9 və 10-cu siniflərin ikisində də qızıl medal layiq görülmüşdüm. Bu isə gümüş medal layiq görüldüm. Səudiyyə Ərəbistanında keçirilən Asiya Beynəlxalq Fizika Olimpiyadasından həvəslənici mükafata və 2025-ci ildə Fransada keçirilən Beynəlxalq Fizika Olimpiyadasında həvəslənici mükafata layiq görülmüşəm. Qazaxstanda keçirilən Beynəlxalq Jaitkov Olimpiyadasından bürünc medal layiq görülmüşəm. İndi 11-ci sinifdə oxuyuram. Davidson College-a tam təqaüdlə qəbul olmuşam. İxtisasım barədə hələ tam əmin deyiləm, amma fizika oxumağı düşünürəm. 7-ci sinifdə isə mənim fənn müəllimim Rahib Əfəndiyev məni fizika fənni üzrə getməyə motivasiya verdi ki, bu sahə üzrə də yaxşı bir nailiyyət əldə edə bilərsən. 7-ci sinifdə oxuyanda fizika fənni üzrə getdim, oradan da qızıl medal layiq göründüm. Vaxt irəlilədikcə də niyə beynəlxalq səviyyədə çıxartmayım deyə fikirləşdim. Ona görə elə
daha çox oxumağa davam edirdim və beynəlxalq olimpiadalarda iştirak. Bu yay təhsilimi davam etdirmək üçün Amerika Birləşmiş Ştatlarına gedəcəm. Bu mənim həyatımda təzə bir bölüm olacağı üçün bunun üçün çox həyəcanlıyam və əlimdə belə bir şans olduğu üçün və bu şansa sahib ola bilmək üçün mənə dəstək olan müəllimlərimə, valideynlərimə və sinif yoldaşlarıma çox təşəkkür edirəm. Əfəndiyev Rahib Vaqifoğlu Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyinin fizika müəllimi. Şagirdlərimiz böyük uğurlara imza atırlar. Dəfələrlə Respublika fənn olimpiadalarında, beynəlxalq müsabiqələrdə, beynəlxalq olimpiadalarda şagirdlərimiz uğur əldə ediblər. Mənim sinifimdə təhsil alan şagirdlər də böyük uğura imza atıblar. Bu il buraxılış imtahanlarında şagirdlərimizin sinifin şagirdlərindən orta balı 260-ın üzərində olmuşdu. Bu müddət ərzində özüm də öz üzərimdə işləmişəm, çalışmışam. 2 dəfə ilin müəllimi müsabiqəsinin qalibi olmuşam, 2 dəfə elektron müsabiqəsinin qalibi olmuşam və şagirdlərimin yüksək nəticələrinə görə mənə qabaqcıl təhsil işçisi döş nişanı verilib və bu il, ötən il Sumqayıtın 75 illiyi ilə əlaqədar olaraq mənə tərəqqi medalı da verildi. Buna görə də dövlətimizə minnətdarım. Mən İsmailli İbrahim, Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyinin 11-5 sinifi şagirdiyəm. Nailiyyətlər cəhətdən fizika üzrə fərqlənmişəm. Ən birinci 7-ci sinifdə Respublika fənn müsabiqələrində gümüş medalla layiq görüldüm. 8-ci sinifdə bürünc, 9 və 10-cu sinifdə də eyni zamanda bürünc medalla layiq görüldüm. Bu il əlavə çalışaraq 11-ci sinifdə gümüş medalla təltif olundum. Buraxılış imtahanlarından da 9-cu və 11-ci siniflərdə 260 bal üzəri yığmışam. İstədim ki, gələcəkdə təhsilimi xarici ölkələrdə, əsasən innovasiyası daha yüksək olan ölkələrdə davam etdirim. Gələcək planlarımda istədim xüsusilə elektrik və elektronika və ya kompüter elmləri üzrə ixtisaslaşım. Bu olimpiadalara hazırlaşmaq mənim nəticələrimi və çalışma gücümü artırdı və bu birbaşa olaraq mənim digər imtahanlardakı nəticələrimə təsir etdi. Mənə xüsusi bir vərdişlər formalaşdırdı ki, bunlar mənim inanıram ki, gələcək həyatımda böyük bir rol oynayacaq. Sonda mən öz təşəkkürümü bildirmək istəyirəm öz məktəb müəllimlərimə və direktoruma, eyni zamanda valideynlərimə, mənə bu yolda dəstək olduqları üçün və mənə inandıqlarına görə təşəkkürümü bildirirəm və digər şagirdlərə isə uğurlar arzu edirəm. Mən Texniki və Təbiət Elmləri Liseyinin 8-ci sinif şagirdi Camal Məlisadəyəm. Bu il 2025-2026-cı il tədrisində mən biologiya fənni üzrə Respublika fənn olimpiadasında gümüş medala qədər qalxmışam. Biologiya fənni üzrə 7-ci sinifdə, yəni 2024-2025 tədrisində də Respublika fənn müsabiqəsindən bürünc medala layiq görülmüşəm. Gələcək illərdə də bu Respublika fənn olimpiadasından medalları gətirməyə çalışacağam. Xarici ölkələrə çıxış əldə etmək mənim əsas məqsədimdir. Hal-hazırda 8-ci sinif şagirdiyəm. Yəni mənim hələ qabağımda uzun bir yol var. Respublika fənn müsabiqələrinin və Respublika fənn olimpiadalarının ən gözəl xüsusiyyəti odur ki, bir çox fənn seçmək imkanı var. Məsəl üçün, yalnız texniki fənləri deyil, təbiət fənləri üzrə də özlərini sınaya bilirlər. İnşallah hər kəs öz istəyinə nail olar. Mənim əsas məqsədim ali məktəbə qəbul olub, ali təhsil alıb, daha sonra ümumi cərrah olmaqdır. Ona görə də çox çalışmaqdan əlavə düzgün çalışmaq da lazımdır.